Mən buradan Nəsimi rayon sakinlərinə səslənirəm. Zəhmət olmasa bu paylaşımı maksimum bəyənin və paylaşın ki, hər kəs xəbərdar olsun və kimlərinsə qarşısına çıxsın, bəlkə bizim işimizə yarar. Şikayetim Nəsimi rayon Baş Polis İdarəsinin rəisi Vüqar Ağayev və onun tabeçiliyində olan 19-cu polis bölməsinin polis rəisi Tamir Həşimovdandır. 19-cu polis bölməsi ilə əlaqəli olan Cevik polis alayı əməkdaşları Sərvər və Orxan adlı polis əməkdaşları Şamaxınka adlanan ərazidə taksi fəaliyyətinə məşğul olan hər kəsdən əvvəllər 3 manat, sonradan isə 5 manatdan pul yığırlar. Mülki şəxslərin əli ilə, yəni Məmmədov Azad və Ramin adlı şəxslərin əli ilə yığırlar. Bunları mən şəxsən öz gözümlə şahidəm və bunlara dair sübutlarım da var, video görüntülərim də var. Videonu sizə göstərirəm. Diqqətlə baxsanız videoda görəcəksiniz ki, avtobusun arxasında o iki nəfər, biri kök olan, vayeni formada olan, biri isə biraz uzun olan, mülki formada şəxsdir. Bunlar taksi şoferinin orada pul istəyirlər. Taksi şoferi isə ona pul vermək istəmir. Videoları özüm çəkmişəm şəxsən. Sonra isə baxın bu maşından aldı Ramin, qoydu pulu cibinə. Digərindən Azad Məmmədov pulu istəyir. Orada isə o pulu vermək istəmir. Deyir, çıxım, sonra verirəm mən Yəni bunların fakt sübutlardır, istəsəz bunlardan çoxdur bu videolardan məndə və hər dəfə əgər bu mənim şikayetimə baxılmasa, hər dəfə mən yeni videoları paylaşacağam. Burada kimlər ki pul verir, rahat işləyir, heç kimin ona işi yoxdur. Kimlər ki buna etiraz edir, həmən şəxsləri aparırlar bölmədə 80 manat cərimə yazırlar birinci dəfə, sonradan isə ya da pul yoxdursa döyüb işgəncə verib, onu gözün qorxuzub ki, gələn səfər pul verə ala bilsinlər həmən şəxsdən. Azad, şəklini göstərdiyim şəxs sizə, yəni polislərlə əlbirdir bu insan, orada çox oğlanı, çox insanı şərləyib tutturublar. Bu polislərlə, bu Sərvərlə və Orxandan əlbirdilər. Kimi tutmaq istəyirlərsə, o insanın varisinə bir torba tikib tuturlar. Bu iki polis, Sərvər və Orxan, bütün gün Şamaxınkada polis maşınında otururlar. Kimlər ki pul vermək istəmir, onları təhqir eləyirlər. Üstlərinə qışqıraraq hədələyirlər, qorxuzurlar ki, pulu yığa bilsinlər cəmaatdan. Orada 2000-ə yaxın taksi sürücüsü var və onlardan hərəsindən 5 manatdan yığanda gün ərzində 10.000-ə yaxın pul eləyir. Bu qədər pullar kimə gedir? Yəqin ki, böyük ehtimalla Nəsimi rayonunun Baş Polis İdarəsi Vüqar Ağayevin cibinə gedir, bir hissəsi 100%. Mən bunlardan etiraz edərkən bu şəxslər məni həbs etdilər.